Əziz dostlar, sizlərə Napoleon Bonapartın döyüş strategiyası Nadir Şahdan götürməsi ilə bağlı material təqdim edirik. Olduqca maraqlı və diqqət çəkən məlumatdır. Dünya tarixində ən çox qələbə qazanan sərkərdə titulunu bu günə qədər özündə saxlayan Napoleon Bonapart 56 qələbə ilə ilk yerdə durmaqda davam edir. Ondan sonraki yerləri Sezar, Makedoniyalı İskəndər tutur. Amma heç vaxt dilə gətirilməyən bir həqiqət var. Bu da Napoleonun döyüş strategiyasını Nadir Şahdan götürməsidir. Dosent Zaur Əliyev yazır ki, illərdir fransızlar və dünyanın bəzi tarixçiləri Azərbaycan torpaqlarında böyük imperiya quran, əfşar türk olan Nadir Şahın nəinki Napoleon, bir çox Avropa və Şərq sərkərdəsi üçün örnək olmasını gizlətməyə çalışır. İslam şərqini Nadir Şah, Avropanı isə sonuncu dəfə Napoleon birləşdirdi. Hər ikisi böyük sərkərdə idi və hakimiyyəti öz qılıncları, öz istedadları və qabiliyyətləri ilə fəth etmişdilər. Onlar hakimiyyəti irsi qəbul etməmişdilər, sarayda yaşamamışdılar, saray adət-ənənəsinə bələd deyildilər. Onlar hakimiyyətdə öz qayda qanunlarını, idarə etmə üsullarını yaratmışdılar. Çox az adam bilir ki, Napoleon hökmran olanda Nadir Şahın bəzi xarizmatik hərəkətlərini təqlid etmişdi. Ciddi tədqiqatçılar Napoleonun hərəkətlərini diqqətlə izləsə və Nadir Şahı bilsə, görər ki, onun bəzi addımları eyni ilə Nadir Şahın təkrarıdır. Sadəcə bir misal. İmperator adı alan gün Roma papası imperator tacını onun başına qoymaq istəyəndə, Napoleon tez tələsik tacı onun əlindən almış və özü öz başına qoymuşdu. Yəni, mənim məhz özüm imperator etmişəm mesajını vermişdi. Lakin onun bu hərəkəti Nadir Şahı yamsılamaqdır. Nadirqulu xan 1736-cı il martın 8-də Cavadda, yəni Suqovuşanda özünü şah elan edəndə, Mollabaşı Mirzə Əbdülhəsənin əlindən tacı alıb, özü öz başına qoymuşdu və məni şah edən özüməm mesajını vermişdi. Bəs Napoleon bunu hardan bilirdi? Qacar dövlətinə səfər edən fransız şərqşünası Amadeus Joubert Napoleonla görüşəndə Şərqin Fatihi Nadir Şah barədə ona məlumatlar verir. Buna qədər də Nadir Şah haqqında məlumatı olan fransız Fatihi onun haqqında daha çox məlumat toplamağa başlayır. Rudi Matya adlı tarixçi yazır ki, Napoleon Qacar dövlətinə Fətəli Şaha məktub göndərir. Nadir Şah haqqında məlumat istəyir. Fətəli Şah isə Parisdəki səfiri Əsgərxan Əfşarla Nadir Şahın hakimiyyəti dövründə Mirzə Mehdi xan Astrabadi tərəfindən qələmə alınan tarixi əsərin bir nüsxəsini Parisə göndərir və kitab İmperator kitabxanasına bağışlanır. Sonradan bu kitabın fransız dilinə çevrilməsini tapşıran İmperator Napoleon o kitabla yanaşı Anne de Clauster'in müəllifi olduğu Thomas Kulixanın tarixi, Yeni Fars kralı kitablarını daima yanında saxlamışdı. Hətta müqəddəs Yelena adasında sürgündə olan zaman onun masasının üstündə bu kitablar olub. Nadir Şahla Napoleon arasında bir oxşarlıq və paralellik də onların hər ikisinin artilleriyaçı olması idi. Döyüş zamanı iri çaplı və nisbətən xırda çaplı topların yerləşdirilməsi üsulu, atəşin trayektoriyasının müəyyən edilməsi və s. sahəsində onların hər ikisi onlara dək mövcud olmayan yeni qaydaların tətbiq edilməsi ilə döyüşdə mühüm qələbə qazanıblar. Hər ikisi qorxmaz və mərd idi. Onları döyüşün ən qızğın yerlərində görmək olardı. Öz sərkərdələri at üstündə döyüşən görən əskərlər daha da cürətlənir və düşmən üzərinə yeriyirdilər. Bir faktı da qeyd edək ki, Napoleon Rusiyaya qarşı müharibəyə başlayanda 700 min əskəri vardı. 230 minlik Rus ordusu isə bu dalğanın qarşısında duruş gətirə bilməzdi. Rus çar Aleksandr Napoleona qarşı çıxmaq üçün düşmənçilik etdiyi ölkələrdən də kömək istəmişdi. Onun kömək istədiyi yerlərdən biri də Azərbaycan xanlıqları idi. Xanlıqlardan 20 mindən bir az çox əskər gəlmişdi. Napoleon da Nadir Şahın ordu quruculuğundan yararlanmışdı. Nadir Şah ağır silahlarla silahlanmış süvarilərə qarşı döyüşə bilmək üçün texniki və yüksək səviyyəli piyada qoşunu qura bilmişdi. O, artilleriyanı dəstəklədiyi, tüfəng və top atəşlərini əlaqələndirdiyi çox güclü ordu yaratmışdı. Napoleon da Misirə gələndə eyni sistemlə ordusunu formalaşdırır. Nadir Şahın Herat şəhərinin ələ keçirilməsi üçün aparılan döyüş strategiyasının oxşarını Napoleon Misiri fəth edən zaman istifadə etmişdi. Onların faciəvi sonluqlarında fərq Nadir Şahın xanicəsinin öldürülməsi, Napoleonun isə öz sərkərdələri tərəfindən satqıncasına tərk edilməsi oldu. Nadir Şah o dünyaya, Napoleon isə əlçatmaz bir adaya, əvvəlcə Elbaya, sonra isə müqəddəs Yelena adasına sürgünə göndərildi. Amma Napoleon özünün 100 günlük ikinci hakimiyyəti zamanı bir də parladı və Waterlooda satqınlıq nəticəsində məğlub edildi. Nadir Şah isə heç vaxt məğlub olmadı.